qonaq gələndə hamıdan çox Talih sevinir. Ona görə də Talih çalışırdı ki, gələn qonağı özü təmtəraqla qarşılasın. Sən nə danışırsan? Bezdi, səhər-səhər bu qonağı qarğan əllə bezdi da. Az o iskustuvunlu deyə iskustuvunlu, mən onu deməmişəm ki. İskustu. Sözə bax, ha, çox tuba biri tərlədim, ha. İskustun. Xansı vardı. Xansı var, bir dəqiqə əlimi geyinib açıram. Xansı var elə belə gəlməyib. 100% məndən nəsə istəyəcək. Qopulları. İşini gör də. Yüzüklər qalsın burada. 12 manatı qoyun bu cibimə. Xansı var desə, pul deyəcəm ki, 12 manat pulum var. Ala, 2 manat sənin, 10 manatı mənim. İşləyir də baş. İskustuvunludur, iskustuvunlu. Birdən bir maşını istədi. Maşını istəsə, yalan deyirəm ki, şeydir. Maşın usta yanındadır. Maşın usta yanındadır. Buradan bu dedi ki, gidir maşına baxın, bəlkə usta yanında deyil. Onda deyirəm ki, mənə inanmırsan, ustaya inanırsan. Yox, bir etibar edeyim. Sarışkanı ver, sarışkanı ver, qapını açım. Geyinim qapını açım, xansı var gəlir. Arzu biraz alın olsa, qonaq çolda qaldı. Alo, etibar, haradasan? Qulaq, xansı var səndən maşını istəsə, deyərsən ki, maşına vurmuşam, usta yanındadır. Ada and içmək lazım deyil, deyirəm ki, bir kəlmə, maşını vurmuşam, usta. Deyirəm, and içmə də. Başa düşmədim, mən piriduruq, maşını hara vurmuşsan ki? Ha, ustan yanındadır. Rizvan usta. Yaxşıdan sonra söhbət edəcəm etibar. Yaxşı. Leyli, neylisən? Gör sənə İsmail nə alır? Nə almışsan? Alma. Yiyərsən özün üçün. Alma deyir. Gələ. Çox sağ ol İsmail, nə əziyyət çəkirdin, lazım deyildi. Nə əziyyət çəkirdin? Bu bir sənə almadır. Hə? Bilsən? Bu o vaxtı Newtonun başına düşən alma deyir. Bu elə belə alma deyil sənə. Tapılmayan alma deyir bu. Bu sənə qiyməti var. O vaxt köhnə şeylər. Çəkil oradan, çəkil oradan. İmkan vermir, Esin. Biraz yavaş ol, özdə tamam tutma. Vırızam sənə bir gün, pis vırızam. Leyli, az əzizimi nətərsən? Sənə nə almışam? Nə almışsan? Baxım. Çox deyildin sensorlu telefon. Yoxsa sensorlu telefon almışsan Abbas? Yox, onun kabrasını almışam. Biz əzbəyəmək özünü alalım. Bu nə day Abbas? Xoşuna gəlmədi? Yox. Nota o sensorlu telefonun kabrası xoşuna gəlmədisə, onda bu üzük qabı da xoşuna gəlməz. Ey Abbas, cəmat gedir 1000 manat verib üzük alır, sənin kimi üzüyü qabı alıb gətirmir. Sən başın xarabdır. 1000 manat aparım mən üzüyə verəcəm, yoxsa 600 manat aparım mən üzüyə verəcəm. Elə olmasa bayram qabağı gedərəm rayondan hündüşkalı alır, gətirib töşərim bura. Pul kazanırım, yoxsa artıq dallayır üzüyü alacam. Ver bura kabra, alma canım bana var. Kabramı da ver, şeyimi də ver, günah məndədir. Qız bu çiçək gətirdi. Leyli, sənə bir dənə də hədiyyəm var. Nə? Hələ gizlədirəm, deməyəcəm. Keç bu tərəfə. Həncə nə? Hə? Bilmirəm. Çax. Bəh. Gələ. Bunu neyəcəm mən İsmail? Necə ya neyəcəm? Bu sənə nə bıçaqdır? Nə? Hə? Bilsən, Romeo Juliet'ə baxmısan? Hə? Juliet də özünü yoğurtur, belə interesini. Bu o bıçaqdır. Elə belə bıçaqdır öyle sənin üçün. Gələ. Məndən yadigar qalar. Çox sağ ol Juliet'dir, İsmail. elə belə şey öyle bu sənə. Talih! Buradayım. Buyurun. Niyə açmırsan bayaqdan qapı? Mən yox idim, mən indi evə gəldim. O xadimənin səsidir, bəzən mənim səsimlə danışır eləyir, nə varsa neyirsən. Talih, göz bəbəyin az qala çölə çıxır, deyə qılacaqdan. O xadimənin gözüydü, o mənim gözümlə baxır bəzən.
yaxşı, biraz keçdim, gedirdim, dağarsan insan. Xansvar da sən də işinə eləməyim, sən dur, getmə də durum, çayım içim, bir şey gücü yedim. Ay, yox, Gəl yola biz salsan. yan xeyir işə görə gəlmiş. Ya xeyr. Abi, bacıoğlunun toyudur, elə az qalıb. Sevindim. O sənə dəvətnamə yazmaq istəmirdi. Ha, malades, malades. Mən diləşdim, dedim ki, yox, Talih müəllimin adını yaz ki, onun xasiyyəti biraz inciyəndir. Malades. Ona görə dəvətnaməni əl-bəl verim sənə. Sevindim, xoşbəxt olsun, amma dəvətnaməyi yazmasaydım çox pis oluyordum, suluqlayacaqdım. Xoşbəxt olsunlar. Nə deyirəm ki? Arzu! Hansı bacın oldu da sən? Nə bilim, ora bax da, orada nə yazır? Qəzənfər. 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 Qəzənfərin toyu, təbrik edirəm. Arzu, bu dəvətnaməni Xansvarın bacısı oğlu Qəzənfər bizi toya dəvət edir, götürüb bir şeylə. Qəzənfər dəqiq. Qəzənfər, bəli, Qəzənfər. Xansvar, gözün aydın olsun, sizin də nəslinizdə toy oldu, elə sevindim. Abi, deyəm, mən o pişməyi xoşdursan, bir də deyəm da. Ayrı bir şey var, Talih. Xansvar, Talih. mənim pulum yoxdur, üstümdə pul yoxdur. Ümumiyyətlə dolaşığım pisdir. Maşınımda üstə yanındadır, and içə bilərəm, piri durub yenə vurum. Ayıb ol. Ha, bənə yazsın. Söhbət edeyim. Talih mən, Ha, buyur. dekabrın 21-i dünya dağılacaq. Ümumiyyətlə, yəni, bu haqda nə fikirləşirsiniz? Bilirsiniz, Xansvar müəllim, dünya və ümumiyyətlə Günəş qalaktikada istedici funksiyasını daşıdığı üçün ayın öz subyektindən çıxıb, öz ox ətrafında fırlanan Günəşin qarşısına ki, sən də astrofiziklərin verdikləri məlumatı... Bir dəqiqə deyəm ya, özünü kimə göstərsən, mən səndən intervyu almıram. Biznesmen adamsan, sənə deyirəm ki, dünya ayın 21-i dağılacaq. Sənin nəsə bir biznes fikrin var? Nə fikrim olacaq, gözləyirəm bu dağılsın, təzə dünya düzəlsin, orada yaşıq işimizi görək. Qutarıyı Xansvar, yorsan insan məni. Heç gözləməzdim. Heç gözləməzdim. Sən 18 il Xansvarın yanında işçi məktəbi keçmişsən. Üçüncü şəxsi bizneslə məşğul olan adam dekabrın 20-də heç bir plan qurmamışsan. Nağar malıyam, ha? Nağar malıyam. Cəmaat dekabrın 21-nə hazırlıq görür. Qaz vurub qazan doldurmaq vaxtıdır. Nə bilim, maşın alıb maşın satmaq vaxtıdır. Bir şey eləmək lazımdır. Dekabrın 20-də pul qazanmaq lazımdır. Beynimə vatdı Xansvar, bu söhbət burada eləməyək. Qardaşında pul, yüzlüklər taş qaynandı. Gedək oturaq, samballı bir yerdə oturaq, barda fikirləşək. Ümumiyyətlə, mən tərəfdarıyam, pul qazanmağın tərəfdarıyam. İsküstüvünün işlədi, pul qazanmaq lazımdır. Xoşmayalım, dur gedək. Talih. Ha, qadıram. Bir də elə çıxmamış səndən bir şey xahiş edeyim. Buyur. Axşam bir dənə gedəsi yerim var, mənə maşın lazımdır. Maşın ustada da axşam çıxacaq, Xansı var. Elə axşam lazımdır mənə, yaxşı düşkənə. Bir də ki, elə kəmörsələrli kimi olmasın, 300 manat pul lazımdır, yəni verəcəyim də. Yəni, ürəyimi sıxmaq ki, bu boyda işə girişmişik biz, haqqı sablaşarıq da. Xansı var. Şataqı mən qapını açanda nə fikirləşmişdim, o da oldu. Düşürüz. Ay gəlin. O elindəki nədir heyl o kağız? Dəvətnamədir. Xansvarın bacısı oğlunun toyuna özü də ailəvi çağırıb. Talihə deyilən ki, mana ağız açmasın, ha, mən ora gedən deyiləm. Xansu var, mənim o Xansuvarı görən gözüm yoxdur. Lap yaxşı. Onda biz də ailəvi gedərik. Mən, Talih, bir də mamam gedər. Gözümün bir aydın Xansuvarın bacısı oğlunun toyudur. Bax, Xansuvar deyəndə kimdir ki, Xansuvar böyük bəyənin buzoydu, pulsuq oxşuydu. Xansuvar. Xansuvarın bacısı oğlunun toyu. Bizim də evdən Ceyran xala geyəcək. Ceyran xala. Xansuvar! Bu evin yiyəsi kimi. Xansuvar eləmi? Hə. Xansuvarı mən çox istəyirəm. Bunu bayaqdan belə deyilən dayına. O belə pot oğlan var, qara bığ,
uşaqlı, mənim xoşuma gələn. Onu elə çox istəyirəm ki, üzü belə şirindir, porsuğa oxşuyur. Onu deyirsən? Hə, bu niyə getmirik? Gedərik, özü belə aləvi gedərik. Talih, Nəsi, Sevda, belə bir də mən. İsmət qardaş, özünüz bilirsiniz ki, sizin xətrinizi o qədər çox istəyirəm ki, ona görə də yemək bişirəndə, onu çəkəndə toyuğun o boğaz hissəsi, bir də bel hissəsinin arxa tərəfi var ha. Onu həmişə sizə çəkirəm. Sağ ol. Amma çox xahiş eləyirəm, mənim adım olmasın ki, Ceyran xala toya gedir ha. Onu sizə xəbər verməyimdə mənim adım olmasın, yaxşı? Narahat olma. Ceyran xala var. Ceyran xala, eşitdim toya gedirik. Toya hazırlaşırıq. Elə deyirəm, mən də çoxdan da toya getmirəm. Gedərik orada qəşək, ikimiz belə qəşək milli sındıra belə oynayarıq. Papağı zadıq, qanıma belə əzmikaza. Dalımla da qam style, qam style. İsmət. İsmət. Ha! Geri git paltarını tikə. Mən deyəsən sizin ağzınızla çox oynadım ha. Nətər yəni mən toya getməm? Başa düşmədi. Ha? Mən getməyəcəm də toya. Yox. Nətər məsləhət pis eləyək də Ceylan. Gel. Çıx geri. Oldu, tikirəm. Peki. Xansı var. Amma şamı biraz baha aldıq. Biz nağa o 2 qazel şamı pərakəndə aldıq. Onu optum göstərdi, udardıq. Biraz tərsliyə elədin, amma böyüksən. Amma qaviyyatına da mən deyən kimi elədi, yudduq. Dedilər, 2 qazel qaviyyatını alına, 2 dənə qaviyyatını diyə, bax orada udduq. O qaviyyatında qazanc oradadır. Biz bu qaviyyatını şamı harada satacaq? Nətər yenə harada satacaq ki? Dekabrın 21-i dünya dağılır. Atalar yaxşı deyib belə yerdə. Belə əhli suxala, belə çiləği çicrani. Tutmadın? Yox. Cəmaat bu dəqiqə günün gün orta çağı Şamla axtarır, qaviyyatını. Ona görə Şamla qaviyyatını almışıq. Dağılır dağılsın. Deyirəm, Xansı var, bu dünya dağılanda gördük alverimiz yaxşı gedir. Bir partiyada dağıla da girişərik bu işə. Bək yığdıq. Olar. Xansı var, birdən dünya dağılmadı. Ondan nə olacaq? Dağılmadı. Nətər yəni ya? Dağılmadı. Axır əvvəl bu dünya dağılmalıdır da. Dağılanda satarıq. Mən iskustavından xarab olub. Xansı var, bir dənə şey soruşur. Bu Şamla qaviyyatla kim satacaq? Yəni, açıq deyirəm, mən şəxsiyyətli adamam. Mənim şəxsiyyətim var, mənim hörmətim var, izzətim var, mənim 130 minlik maşınım var. Yəni, mən əlimdə Şam satacaq səviyyədə adam deyiləm. Deyirəm, bəlkə sən satasan. Ətli başmı da? Sən o dediyin hörmətdən çox cüzi də olsa məndə də var da. Bələyim, salam, nətərsiniz? Belə orijinal şamlarımız var. İstəmirsiniz. Özdə bu şamın özəlliyi ondadır ki, bax, ortasının bu sapı ipi xalis ipəkdəndir. Üflən kimi keçir, yanında da hiss elə bilir. Bu şam yanıb qutarandan sonra atmaq lazım deyil. Bu elə fiquru alır ki, belə bax, belə açmış gül oxşuyur, donmuş şəlali oxşuyur. Asırsan evin bir tərəfindən, gələn gedən quraq baxır, zövq alır. Neçədir o? Ciddi 10 manat. Biraz baha versən amma... Şam indi defisitdə millət hamısı şam axtarır. Bırak, 2 dənə ver. Xeyrin görəsin. Buyur. Sağ ol. Talih, bir dəqiqə deyən. Bəlkə deyirəm elə satış müdürü Teymuru qoyaq.
Mənə Teymur şam sata bilir, səyləyirsən ha. Teymur şam sata bilmir. Ha, 2 gazel şamımız ola. Teymur bu dəqiqə gözümün qabağında 2 dənə şam sattı sənə. Doğrudan hemen 2 gazel şam oldu bunu ya. Teymur! Ay bəsdir xala. Onsuz da siz toya getmək istəmirdiniz də. Bəlkə elə siz qalasız evdə uşaqlara baxasız, mən mamamla gedim toya. He? Ne olar başına dönüm? Ne olacaktı? Kalaram evde. Uşaklara bakarım. Niye bakmıram ki? Sen de geçek giyinersen, kecinersen, bezenersen, düzenersen, ananla gidersen toyda geçek böyle el götürüp, kol götürüp, kabak kabağa bir can oynayarsınız, şenlenersiniz. Sonra da kuyruklu tikelerden yersiniz, gelip böyle muma kuyruk gösterirsiniz. İndiki gelinlerin adetidir. Anaların eliyle karaleva. Matmazel, kaynanaların da eliyle niyanka. Bəsdir. Onsuz da sən o toya gedib, xattuba oynayıb bizi biabır eləyəcəksən. Ay Ceylan xala, mənim anam toylarda xattuba oynayanda cəmaət əl çala-çala qalxıb telefonla onu çəkib, sonra YouTube'ya qoyurdular. İndi yəqin sən xattubanı oynaya bilmirsən, ona görə anama paxıllıq eləyirsən. Dede, dede. Nəsi? Səni saçlayıb elə bir hala qoyaram ki. O barmağıcığım corablar var ha, barmağıcığım. Heç kim ayaqqabısını çıxartmır ki birdən görərlər ha. Sən də evdə bara çıxa bilməzsən birdən səni görərlər. Ay Ceylan xala, ay bəsdir xala, bir mənə də qulaq asın da görün nə deyirəm. Nə olub? Siz bilirsiniz ki, mən sizin hamınızın xətrini çox istəyirəm. Evdə toyuq pişirəndə onun qəşəng tikələrini sizin hamınız üçün çəkirəm. Amma xəbəriniz var, televizorda bar bağırırlar. Tık-tığla. Bir üstü hürmet koydan ha. Bir üstü burnuna hürmet koydan ha. Ben sana el kaldırmağa tutarım. Ben sana vurmağa tutarım. Etibar. Sen benim sürücümsən. Sen benim canımsan, ciğerimsən. Piri duruk. Bir səliqəni saymanına fikir ver de. Bu üstünün toz topağı nedir? Benim Talim müəllim, bayaq sən vurdun da təpi ilə. Ha vurmalıyım da. Maşınla gedirik, 120'ye kaldırırsan. Derim etibar indir, yol polisi bakır, indir. Hara kaldırsan? Hele 2 tekere kaldırsan maçta. Sen. Neynime dönüm qaldırdım ki, sən üzüyü görüp tanımasınlar da. Ya hoşuma geldi polis sahibi bizim üzümüze dişin dibinden çıkan deyəndə. Hoşuma geldi. Mənə demə də sənə dedim. Vurarsan yapışa divara. Buraya. Ya sen hara bakırsan, o maşını yine kimin ismarla cızıbdı? Ay Tali, onun təzə kraskalı atmışdıq. Onu mən özüm cızdım ki, maşına göz dəyməsin də. Pircük sen kattın sen. Sen de tat mı? Hiç çortma biri elimi dalını bir tane vurayım kapıya mı yapıyor ya? Ben derim ben maşın kraskaladıram bu niye sızılır? Ay git. Sana kolluk elə apar sütüye ver ya. Gözüm sen görmesin. Git. Yok ol. Git. Ay 21'i, dekabrın 21'i gelsin. Seni iki azdıran kim azdıracağım? Gece kara, güzel kara, o havalı karasın. Dur koşun. Şam lazım değil ay cavanlar. Lazım olsa deyərdi, görsən qızla söhbət edir. Onda gec olacak, 21 dünya dağılır. Bir de şam götürür. bezdirdin mən, sən canca birini ver çıx gedək. Özleri biraz şam diyorum, yanında da hisselemiş, sonra da saklıyorsun evde hediye. Kansu var. Bir tane şam sattım, şam uçurayım. Ay sənə demədim onları çox bezdir. O adam malalan adama oxşayır. Bir tane şam aldı demem neyini. Yaxşı. Demək 2 qazel Şamdan qaldı 1 qazel. Bir də bir qazeldan bir dənə əski. Min bərəkət. Sizin qavyadindən birini isittim. Alacoğun şey açala.
Dur, o qeyd eləyim, əsas qeydiyyatdır. Demək, 2 qazel qavyardinadan Sen qeydə. bir qutu qavyardin. Sen qeydə. Sonra. Ceyran bacı, eşitmisən? Deyirlər dünyanın axırıdır. Bəlkə bir halallaşaq. Halallaşaq da ay bəsti bacı. Mən nə deyirəm ki? Ceyran bacı, sizin yadınızdadır, o vaxt sizin bir qırmızı paltarınız vardı ha. Onu yuyub sərmişdin ki, axşam toya geyinib gedəsən. Onu da külək apardı ha. Onu sən götürmüşdün. Yox, nə danışırsan Ceyran bacı? Mən heç vaxt özgəsinin malını geyinmərəm. Sadəcə mən oradan o işpilkaları çıxartmışdım. Onu da külək apardı. Onda sən də halallıq ver. Hər gecə sənin otağından o əcayib səslər gəlirdi ha. Bax onu mən telefona yazdırıb qoymuşdum sənin otağına. Deməli, o səs cinlərin səsi deyildi, hə? Yox, deyə bax, qulaq az. Bax. Bu səsləri. Orada keçib, gəzə onu üçün. Hey, gəl məndə. Dünya baxımda. Oldu, səhvdir də eləmişik də. Eləmişik. Ağlama sən. Buradası sanmısın. Ha Abbas. Talih müəllimin xüsusi tapşırığı var. Dekabrın 21'i dünya dağılır diye. Hərəniz bir karobka şam, bir kletkada şonka götürməlisiniz, qeydilirəm Abbas. Sen ne danışsan ha Teymur? Sen bana şam satmak istiyorsan. Ben adi işçiğe pulu vermirəm. Kardeşimden gizlin evlerinden levi çektirmişəm. Niçin bana şam satmak istiyorsan? Hesableştirme ha. Allah'ım kutuka satarım ha ben. Talih müəllimin xüsusi tapşırığıdır. Ben öz yanımdan demirəm ha. Dedim demem. İsmail, bar bir kletka şonka götür də sən qeyd eləyim bura. Ay Teymur, sən qurban olaram. Mən tuşonka lazımdır. Mən o saat 21 uçuram aya. Orada mənim torpaq sahəm var axı, nə boyda. Mal, qara, qoyunlar. Mən emirəm tuşonka. Bu şey var, Memati, Qutlar Vadisindəki. O çıxartdırdım axı serialdan. Dedim sənə nə vermirlər? Maaş. 2 qatını mən sənə verirəm, gəl qoyunlarımı otazdır. O mənim çobanım, başa düşdün? Memati mənim çobanımdır. Tuşonka belə gəl. Yaxşı. Mən olsa uçuram özüm üçün. Leyli, gəl bari bir karobka şam götür də sən. Talih müəllimin göstərişini. Teymur müəllim, mən buradan uca bezdim hər şey almaqdan. Ne demek ki ben başa düşmedim. Siz baş administratoru keçəndən gəl lampuçka pulu yığırsınız, gəl nə bilim remont pulu yığırsınız, gəl nə bilim süpürgə pulu yığırsınız. Bu nə deyilə bu orta məktəbdə oxuyuruq biz. Sözün açığı mən Talih müəllim gələndə hər şeyi deyəcəm. Kız yaxşı. Sana da söz demeye olmur. Almırsan alma. Şimdi görmək barədə kiməsə cəmaat yalvarır. Ay Məsih, sən də halallığını ver. Yadındadır, keçən dəfə 3 dənə arvad gəlmişdi qapımıza. Mən də dedim ki, qonşulardı, gəliblər Bəsti xala ilə dava eləməyə. Sən də getdin onları saçladın, Onlar sənə elçi gəlmişdilər. Neyini dayı? Vay vafa. Sen de öz halallığını ver. Bu toyda şekil çektirmiştin Aygün, Rüya, Faik'le ha. Onda fotoğrafı ben tapşırmıştım ki senin şekil vereceksin ki sen onların düşmeyesen. Ceyran xala, Bəsti xala, siz bilirsiniz ki, mən sizin xətrinizi hamıdan çox istəyirəm. Mənə də halallıq eləyin. Mən həmişə deyirdim, toyuğun ən yaxşı yerlərini sizin üçün çəkirəm. Toyuğun ən yaxşı yerlərini özüm üçün çəkirdim. Deməli, dekabrın 21 dünyanın axırıdır.
hamı halallaşır. Gərək mən də bir ceyranla halallaşım. Ay mama, Vəfa belə şeylərə inanmayın, boş-boş söhbətlərdir. Dünyanın axırının nə vaxt olacağını Allahdan başqa heç kim bilməz. Ay Sevda, ay sən nə qəşəng bəzənib düzəlmişsən. Demədiniz dünyanın axırı gəlir. Mən də bəzəndim, düzəndim ki, qəşək görsənim dana. Cana yetim, can. Simon. Buraya gel. Ne oldu be? Ay Simon. Sən nə fikirləşirəm bu? Mən fikirləşirdim ki, dekabrın axırına Leyliklə elçilərimi göndərim də bir çot girindim. Dekabrın axırından danışmayın. Ha, dekabrın 21-də dünya dağılır. Dünyanın su basırmış üstlərini. Hətta baxmadan indi bunlara elçi gedirəmsə, üzüktür, qızı bəzətdirim, əhdim, toyda da baxma, maşın tutmalı zadı bir patolog. Mənim bir 300 manatım çıxacaq. Bir fikirləşirəmsə ondan sonra bir dənə özümə vadalas paltar alım. Bir də kisloroddan alım, 3-4 gün özümü yola verim. Mən gedirəm Leyliyə, nə hədiyyə vermişəmsə deyəcəm qaytar eksi. Alırsan da. Hə, qaytarım bunu. Mən də istəyirdim 21-i göndərmə elçilərimi. Daha dünya dağılır, neyini? Özü mənim adamlarım, mənə belə adamlar deyir, elçiyə göndərdim adamlar. Kimdir? Cəkizandır, Filip Kirkorovdur. Bir də o tutan közdə Roza xala var, Roza nənə, indi qocalıb. Ağbilçək kimi onu da gətirirdim. Bir də Van Damme da, yaxın dostum da. Van Damme ilə durub gələ bilər mənə görə Bakıya, elçiliyə. Qalmışam belə. Haradadır, harada yerləşdilər onlar? Deyəcəm ki, deyələ Van Damme'dir. Ay can Vandoş, atam çatmışsınız Bakıya? Ha, avtobağzala çatdınız? Ha, mənə bax, nə ilə gəldiniz? Hansı maşın? Sarı Renault. Vandoş alınmadı, elçilik alınmadı. Amma siz gedmin də, qurban sənə. Başa salaram, mənə bax, hələ avtobağzanın girəcəyində orada isti pirəşki yeri var, yazılıb. Girin adama 3-4 dən yuyun, mədəvizi alladın da. Adikası da əyalı olur, qırğın. Yuyun, mən də gəlib su götürərəm, eşitirsən? Dödə o çayçı var idi o, qələbənin qurğundakı, bir vaxtı çaydı. Salam deyir. Uşaqlar da salam deyir, hamısı. Nə deyir o, nə deyəcəksən? Dinən, gələcəm, almışam o dediyini. Dinən. Yaxşı Vandoş, yaxşı atam. 1-2 saatı görüşürük Kuruqda. Davay. Bu niye ışıklar söndü? Ha, kim söndürdü bu ışıkları? Mənəm ay məhəbbətim. Sen kimsen? Sen şey... Sen de sensen. Of, yüreğim ağzıma geldi ya. Hadi emsen ben burada infak kesirərəm. Ya. Təpənə güllə dəysin ay məhəbbətim. Mamam dedi ki, məhəbbət boşanma barəsində son sözün dəyəcəkdi. Nə oldu bəs? Zad niyə atdın? Məhəbbət heç vaxt zadni atmayıb, başa düşdün? Məhəbbət maşın sürmür ki, onda zadni skorusu var. O ki, qadın sözün deməyə, məhəbbət həmçin sözün deyən oğlan oldu. Uşaq vaxtı məhəbbət sözünü deyən olubdu. Ona görə onun ağzına soska veriblər, başa düşdün? O soskanı da tulluyub, yenə də sözünü deyib. Başa düşdün? Necədən nə qədər ki, məhəbbət gəlməyəcək. Davay, Kudubay. Çao, üstəlik də bambino. Vay. Qismət, sən bugün mənə pul verməmsən. Atşot ver görüm bugün nə qədər qazancın olub. Ceyran! Boy. Başa düşmədim. Mən sənə atşot verməliyəm. Qismət, mən bax
başa düşmədim. Sən hər gün mənə açot vermirsən. Zeyran. Dünənə kimi dünyanın işini bilmək olmurdu. Amma indi dəqiq bilinir. 21 dekabr dünyanın sonudur. İsmət, dünənə qədər sən mənə yaltaqlanmırdın. Toya getməmişdən qabaq gətirib qulağıma sırğalarımı taxırdın. Yatmamışdan əvvəl gedib yerimi salırdın. Bir qonaqlığa gedəndə sumkama meyvə qoyurdun. Ay yaltaq, hə? Yaltaqlanmırdın mənə. Zeyran, mən kişiyəm. Yaltaqlananda da kişi kimi yaltaqlanıram. Oş! İyni yox İsmət. Bundan sonra sən acından öləsən ha. Gəlib bax mənə yalvarasan. Sənə bir tikə quru çörək versəm, mənə də ceyran deməsinlər. Zeyran, bu sifətə diqqətlə bax. Sifət ki məndə var, heç vaxt acından ölmərəm. Abbas. Abbas. Leyla nə? Leylini mən göndərdim evlərinə. Mən indiyənə kimi onun nə qədər hədiyyə almışam, hamısını gətirəcək. Başa düşmədim bə. Mən buranın baş administratoru olala, sən mənim işçimə niyə icazə verirsən? Hə, elə oldu. Sən buranın baş administratorsan, ha? Bə nədir? Yaxşı, nə olar? Qoy Talih müəllim gəlsin, deyəcəm ki, Talih müəllim, sizin maşınızdan benzini Teymur çəkirdi. Yaxşı, yaxşı. Cavanlara da söz çatdırmaq olmur. Dünya dağılmasın, baxın nə eləsin. Gətir, gözələ. Abbas, bax mənə ki nə qədər hədiyyə almışdın ha. Hamısını götür. Bir də mənə hədiyyə almışdın, bildin? Uzatma. Dezodorantı görüm, dezodorantı. Mənə müjə bilirsin. Kiçik dezodorantı. Dezodorantı, baxın qalıb. Hə, qalıb. Sonra şey ver mənə, darağımı ver. Darağımı, dədəm 2 günü daraq axtarır. Ne bura darağı? Baxın qırılıb eləməyib. Yox. Sonra siqnalı ver. Əmma olursa tən gəlir maşın siqnalı axtarırız. Bu da siqnalı. Çalıb. Sonra yadındadır dədəvin ad günlə pijam almışdım ha, dədəvə. O pijamanı görüm, davay tezələ. Abbas, onu mənim atam gündir, mən necə gətirim onu axı sənə? Başa düşmədim ha, sənin dədən pijamanı geyinib buxarlana, gəzəzək, mən soyuqdan dönəcəm. Davay get dədəndən soyundur əyrindən. Mən pijamamı gətir. Mən keçsin, tezələ. Ne oldu, dünya dağılmadı? Yox ay Talih, dağılmadı. İşıqlar söndü, yandı. Keç görüm. Korkmurdum, elə belə ürəyim dağıldı. Elə bizim dünya dağılır, özüm 6. mərtəbədən tulluyordum. Yaxşı qutardım artık. Oy, ne oldu? Yani ne vaxt sübət elədim bu qaranlıqda qaviyyatla açdın? Ay oğul, sen dedim panika yaratmak lazım değil. Ben de panika yaratmamak için qaviyyatla açtım yedim de. Da yüreğim sıyrılırdı. Deyirəm bu dağılası dünyada nə qədər acgöz adam var. Heç mənim qafiyyatla əlim deyim. Heç qafiyyat nədən xəbərim də yoxdur. Qorxmayın! Qorxmayın! Kimsən? Sen kimsin? Kim səni? Sen bizim dünyamızı dağıtmaya gelirsən mən. Ağzını at, ağzını at. Qardaş, işıq pulu yığanam, işığı da indi mən kəsmişdim. İşığın pulunu ver də, dedin 21'i gəl verəcəm, gəlmişəm, ver də. Hələ dünya dağılmır ha, get 22'si gəl verərəm ha, get ha. Ya bir şey ya. Qorxmayın, evdə iki şeyler var. Ay, yüreğim dağıldı, yüreğim dağıldı. Bizi gördü dünyada dağılmadı ya. Bütün planlarımız pozuldu. Mən deyirdim də sizə də. Bəlkə oturaq bir şey fikirləşək. Ama ne danışsak? Stol var ki oturaq fikirləşək. Hiç bilmirəm.
Talih müəllimə də cavab verəcəyik. İndidən mənim boğazım qurudu. Gid oradan bir stəkan su gətir. Stəkan var, su verim Teymur. Ecib Talihə bir cavab verəcəyik o yer. Mən Leyliyə nə cavab verəcəm? Bütün münasibətləri qırdım. Abbas. Bax, bu da mənim atama aldığım pijama. Ben çok da yürüzdüreydin de. Arzu düz deyirmiş. Hamısı boş söhbətmiş. Yalandan cəmaatı alladırırmış. Xas var mənə dünən suroku qutaran 2 qazel qavyatından alıb yüklüyüz. Qalıb üstümdə. Anam ana. Ana. Məsih. Anam ana. Mama dünənki tuşonkadan zəhərlənib. Get qatırsan bir yerdən. Vermişəm bir xolib işlər. Getdim. Xas var ne sen satır ha? Ha bu Nigacu. Hara yazmış. Nigadyay. Bu Nigadyaya bir zayt atmış. Allah. Allah. Sağ kurban olum Zeynep Hala. Boy, başlayalım bak ha. Zeynep Hala kanasını al. Beni çoğunluğuma şey Zeynep Hala. Bir sert dilemişim. Zeynep Hala söz verin. Dünya tanrısa da sizin sözünüzden çıkmayacağım Zeynep Hala söz verin. Ne olur beni küçülen adım. Adından öldürmeyin. Benim nebelerimin başına sat. Benim nebelerimin başına da Zeynep Hala. İsmet, Hadi. bu sifət ki səndə var, sən heç vaxt ac qalmayacaqsan. Gel, bağışladım səni. Çok sağ ol Zeynep Hala. Çok sağ ol Zeynep Hala. Çok sağ ol. Biraz o yüzden dursam ama ya. Çok biri. YouTube'a koyacağım, seni rezil edeceğim. Gördünüz? Mən sizə deyirdim, hamısı boş söhbətlərdir. Dünyanın dağılmasının bir çox əlamətləri çıxıb, amma bəzi əsas əlamətlər hələ çıxmayıb. Bir də ki, siz niyə dünyanın axırını konserva ilə, şamla gözləyirsiniz? Olmaz ki, yaxşı əməllərinizlə gözləyəsiniz. Fikirləşmirik ki, dünyanın sonunu savab işlərimizlə gözləməliyik. Korkmayın. Dünənki işıq pulu yığandı. Gel. İsmet. Qalıb qapır. İlişib. Çıxa bilmir o. Ay rüyan yattı arzu. Ay Talih. Ne oldu abi? Parka yaratmayın, parka yaratmayın. Rüyayla olun, parka yaratmayın. Harada olsaydı da dağılacak. Harada olsaydı da Ürəyim sırrılır. Qavyat zinanı yerdi. Bu sifət ki səndə var, sən heç vaxt... Başına düşmədi, ben piri durum. Maşınlarda varız sanki sen. Bir şey fikirləşmək lazımdır. Dünyanın axırıdır. Pul qazanmaq vaxtıdır. Kurubun yaxşılarsan, nasıl var? Sen benim sürücümsən, sen benim əzizimsən, sen benim canımsan. Piri durum. Tamam, o pijamanı gətir tezə. Abbas, onu mənim atam giyinir, axı mən necə gətirim onu sənə? O pijamanı görüm, tezələ ver. Abbas, onu mənim atam giyinir, axı mən necə gətirim onu sənə? Abbas, onu mənim atam giyinir, axı mən necə gətirib sənə? Bax, bunlar da atam aldığım pijamalar. Ne çok sağ ol. Beyin almışsın, sen de gayrıldın. Ne yapalım, ne yapalım? Görmeden olsunuz, geçin.